Əziz və dəyərli Oğlaq Bürcləri, hər birinizi salamlayıram. Bugün may ayının proqnozunu sizin üçün oxuyacağım. May ayının 1-dən iyun ayının 7-sinə qədər bizləri nə gözləyir? İlk öncə bunu söyleyeyim. Videomu bəyənirsinizsə like etməyi və altda şərhini yazmağı unutmayın. Oğlaqları salamlarınızı gözləyirəm. Yaza bilərsiniz. Hər birinizə cavab verəcəm sevə-sevə. Nə sualınız da olarsa direktdə yaza bilərsiniz. Dəyərli və əziz Oğlaqlar, skromny vot. Oğlaqlar ciddi və skromludular. Yəni onlar bilirsiniz, Oğlaqlar pulu sevir. O heç. Bütün Oğlaqlar pulu sevir. Amma onlar skromludular. Kiməsə baş əyməyi, kiməsə 10 dəfə yalvarmağı sevmirlər. Məsələn, mən Oğlaqlarda bunu sevirəm. Bax, bu xüsusiyyəti çox sevirəm. Deməli belə, dəyərli Oğlaq Bürcləri. Oğlaq Bürcləri üçün mayın 1-dən 7-sinə. Bilirik, Venera gözəllikdir, puldur, maddiyatdır, xoş, müsbət auradır ümumiyyətcə. Oğlaqlar üçün sənəd işləri çıxır. İlk öncə sənəd. Kimisə yarımçıq qalan sənəd işləri varsa, 6 il öncə, 3 il öncə, baxın, və yaxud sentyabr ayında yarımçıq qalan işləri varsa, bunların sonuna varacaqlar. Və ümumiyyətcə, biz bunu da unutmayaq, bizdə retrograsiya hələ davam edir. Retrograsiya nədir? Keçmişdə olan bir şeylər, 16 il, 6 il, 3 il, bəziləriniz yazırsınız şəhərdə. Mən 30 il bundan öncə həyatda olmamışam. 20 il bundan öncə, o sizə aid deyil. O artıq o dövrü yaşayanlara aiddir. Mən nə üçün vurğulayıram? 30 il öncə, 16 il öncə, 6 və 9 il öncə doğulanlara aiddir. Yəni, və yaxud o dövrü yaşayanlara aiddir. Hansısa bir işləriniz yarımçıq qalıbsa, onların davamı. Sənəd işləri olacaq. Bu sənəd işləri ev alqı-satqısı ola bilər. Bu sənəd işləri hansısa sənədə imza atmaq, məhkəmə işi ola bilər. Məhkəmə yolu ilə torpaq almaq, məhkəmə yolu ilə hansısa bir işi həll etmək. Yəni bunlar uğurla başa çatacaq. Yəni çox əziyyət çəkməyəcəksiniz. Ümumiyyətcə may ayının 12-sinə qədər qurtarmalıdır sizdə bu negativlər və may ayının 12-si ümumiyyətcə dolu aydır, polnay luna. Yəni burada maddiyyat da böyük rol oynayır. Gəlir gəlməsi hamımıza, bütün bürclərə müsbət aura verir. Xüsusilə də Oğlaqlara. Və dəyərli Oğlaqlar, ümumiyyətcə sizin üçün nəyinsə sifariş verəcəksiniz, nəyinsə ala bilərsiniz və yaxud kiməsə hədiyyə ala bilərsiniz, kimi üçünsə hədiyyə sifariş verə bilərsiniz. Amma bunu keyflə edəcəksiniz. Yəni, elədim də, aldım da, getdi, bu cür yox. Sonra çoxdan görmədiyiniz qohum ola bilər, çoxdan uzun zamanı gələn deyirəm, 6, 9, 3, baxın, il əvvəl və yaxud qohum olsun, tanış olsun, fərq etmir. Sinif yoldaşı olsun, iş sferası ola bilər, təkcə sevgili, arvad, keçmiş xanım, məsəl üçün, keçmiş həyat yoldaşı, bəy, illa ki bu o mənasına deyil. Sinif yoldaşı ola bilər, iş yoldaşı ola bilər, kimisə görəcəksiniz, kimləsə rastlaşacaqsınız. Ümumiyyətcə sizin üçün, Oğlaqlar üçün may ayı çox uğurlu gəlir və Saturn olduğu üçün həyatımızda, Saturn bizə nəyi vəd edir? Müsbətdir. Çünki negativdə deyil Saturn. Biz may ayında, iyun ayına qədər nə işlərimizi görürüksə, 3 il onun bəhrəsini görəcəyik. Siz kimlənsə münasibət qura bilərsiniz, kimlənsə sevgili ola bilərsiniz və yaxud kimlənsə həyat qurmağa çalışarsınız. Yəni siz bunun ziyanını görmürsünüz. 3 il. Bu nə üçün deyir 3 il? Yəni 3 il tam olaraq siz bunun bəhrəsini, mən demirəm, kimləsə münasibət qurursunuz, 3 il yaşayırsınız, sonra boşanırsınız. Xeyr. Bəzən sözümü səhv anlayırsınız, dəyərli izləyicilər. Yəni burada odur ki, 3 il işdir, biznesdir, həyatdır. Yəni onun təməlini tam olaraq qoyacaqsınız. Tamam. Ondan sonra rahat siz artıq öz işinizə davam edə bilirsiniz, rahat şəkildə. Çətinliklərdən çıxmaq. Sizin üçün bu 3 il böyük uğurlar olacaq. Ümumiyyətcə, bütün bürclərə aid, Saturn hamıya, bütün bürclərə uğurlar vəd edir. Amma Oğlaqlar üçün də özəl olaraq, onların da özəl olaraq öz yeri var. Kimisə ola bilər ev daşınmaq, köçmək, əmlak alsın və yaxud əmlak kirayə eləsin və yaxud maşın kirayə eləsin. Bu əmlak ola bilər, maşın ola bilər, bir çox şey ola bilər və yaxud bəziləri ola bilər ki, kimsə bir məkan, böyük məkan kirayə eləsin, onun özünü kirayə versin. Yəni, həm qazanc, həm yaşamaq, həm keyf. Burada bu şeylər, bu kimi əsas detallar çıxır. Oğlaqlar üçün ümumiyyətcə qazanc pul olacaq, gəlir olacaq. Ola bilər sifarişi artıq olsun, sifarişləri, 5 sifarişi var idisə, 7-8 sifariş olsun və yaxud 3, 4, 5 sifariş artıq olsun.
Kimsə torpaq alıb satarsa uğurlu olar. Çünki ümumiyyətcə may ayı qazancdır. Bol qazancdır. Venera bol qazanc və gözəllikdir. Bəziləri həkimə gedəcək, bəziləri doktora gedəcək, hansısa səhhətində problemlər varsa onu həll edəcəklər və bu uğurla olacaq. Ümumiyyətcə may ayı çox uğurludur. Oğlaqlar çox xüsusi olaraq uğurludur. Hər birinizə oğlaq gücləri, sizə bol şans arzu edirəm, uğurlar arzu edirəm. Həyatda heç vaxt büdürəməyəsiniz, istədiyiniz arzularınıza çatasınız. Dəyərli oğlaq gücləri.